demək mənə nə plan qurulurmuş? Bunun qabağını kəsiblər və Əkbər də razılaşmayıb bundan, Nəsib Nur da. Məni çıxartdılar, dedilər ki, bəs Mikaillıq deyil, bu veriliş sevimli şou və aparıcılar dəvət edir və nə ediblər? Demək ki, mən verilişi apardığım yerdə, həmin vaxt bu cür təklif olunub ki, deyiblər ki, bəs Nəsib Nur, sən girəcəksən içəri, bax belə kəpənəkli, babişka deyirlər də, kəpənəklə, deyəcəksən bir dəqiqə saxlayın verilişi, canı yayımdır ya gedəndə, səninmə plan oymuş ki, sizin yeriniz yoxdur, Mikail, sən geridə qalmışsan, durun bütün ansambl, çıxın bayra, orada əyləşən tamaşaçılar, siz də bu səviyyədəsiz, çıxın bayra və həmin güya plana bax, bir 50-60 nəfər kəpənəkli tamaşaçılar gəlib oturacaqdı orada və güya biz... Papilon show. Hə, da yəni, və başlayacaqdı, Nəsib də orada onu təklif edənlərə deyib ki, rəhbəri deyib ki, bu nə demək? O senari bilirəm kimin başının altından çıxıb, adını çəkmirsə mən bilirəm kim.